Buxari Müslimə rivayət elədiyi hədisdə, Abu Musa Əl-Əş'aridən gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Alə kulli muslimin sadaqa." Diqqət elə bu hədisə. Deyir ki, hər bir müsəlmanın üzərinə sədaqə vermək vacibdir. Bax, nə deyir? Hər alə kulli muslimin sadaqa. Alə usul elmində vücubu bildirir. Yəni vacibliyi bildirir. Ya eyyuhellezine amenu kutibe aleykum. İman gətirənlər sizə yazıldı. Yəni vacib oldu sizə. Alə vacibdir. Aləl muslimi kəzə və kəzə. Müsəlmana vacibdir ki, belə eləsin. Deyir ki, hər bir müsəlmana sədaqə vermək vacibdir. Soruşurlar ki, fə illəm yəcid, ya Rasulallah, deyir, əgər tapmasa, sədaqə verməyə nəsə tapmasa, deyir ki, fə ya'məlu biyədeyhi fə yənfə'u nəfsəhu yətəsaddaq. Deyir, iki əli ilə işləsin, qazansın və onu sədaqə eləsin və öz nəfsinə fayda versin. Demədə başqasına fayda versin, özünə fayda versin. Deməli, sədaqə vermək insanın başqasından çox kimə faydadır? Onun özünə faydadır, Allah Rasulü deyir. Sən kiməsə sədaqə verəndə elə bilmə ki, sən ona ən çox yaxşılıq, yox, sən özünə yaxşılıq edirsən, ən birinci. Sonra deyir ki, qalu fə illəm yastati', əgər bacarmasa deyir, yəni işləyib, qazanıb, onu sədaqə eləməyi bacarmır. Əvləm yəf'al, deyirlər ki, və yaxud da etmir, onda neynəsin? Yəni, ya bacarmır, ya da etmir. Yox, sahabələr nə qədər dəqiq edirlər, soruşurdular. Yəni, Allah Rasulü bir söz dedirsə, əhd artıq bu. Soruşur ki, ya Rasul, bəs onda belə, bəs onda belə. Deyir ki, həyu'inu zəl həcətil məlhuf. Deyir ki, həsrət çəkən, səni gözləyən, ehtiyac sahibinə yardım elə. Bax, əgər deyir, bunu bacarmasan, deyir ki, həsrət çəkən, səni gözləyən, ehtiyac sahibinə yardım elə. Deyir ki, fə illəm yəf'al, ya Rasulullah, deyir, onu da etməsə, yəni, bax nə deyir, deyir, fə ya'muru bil xeyr. Fə ya'muru bil xeyr, deyir ki, xeyri əmr elə. Yəni, neynə? Dəvət elə Allah'ına. Yəni, hətta onu da bacarmasan, yəni, dəvəti mütləq hamı bacarır. Heç kim deməsin ki, mən dəvəti bacarmıram. Yox, o bəhanə uzaqbaşı dünyada qəbul olunur. Amma qiyamət günü Allahın qarşısında qəbul olunmayacaq. Yəni, kişidən soruşulacaq. Deyir ki, və yaxud da ma'ruf, yəni. Yəni, istə gəlib ki, yəni, ya xeyri dəvət elə, ya da ma'rufa, yəni. Ma'ruf da xeyrin növlərindən. Yəni, xeyr. Və deyirlər ki, fə illəm yəf'al, ya Rasul, bəs onu da etməsə, deyir ki, fə yumsik ani şərri fə innəhu ləhu sadaqa. Heç olmasa insanlara şər toxundurma, deyir, bu onun üçün sədəqədir. Sədəqə ilə başladı, sədəqə ilə bitdi hədis.